Uşaq tez-tez xəstələnir deyilməsi həmişə immunitetlə bağlı bir hal deyil. Xüsusi yaş qrupu, xüsusilə 6 yaşa qədər olan uşaqlar ildə 8 dəfəyə qədər üst tənəffüs yolu iltihapları, virus xəstəlikləri keçirə bilərlər. Bunlar immunoloji yaddaşın olgunlaşması üçün vacib haldır. Əgər bu dediyimiz yaş qrupundan yuxarı uşaqlarda və yaxud bu yaş qrupunda ildə 8-10 dəfədən çox xəstələnmə olarsa, 2 dəfədən çox irinli qulaq iltihabı, 2 dəfədən çox pnevmoniya, xəstəxanaya yatış lazım gətirən tənəffüs yolu iltihapları, az rast gəlinən göbələk infeksiyaları, boydan kilodan geri qalma, qusma, ishal, ümumi çəkinin azlığı kimi hallar olarsa, belə olan hallarda xüsusi müayinələrlə immun çatışmazlıq əlamətləri vardımı, yoxdurmu ona baxmaq daha doğru bir addım olar.